Dünən paytaxt Bakıda Bəyəyə markalı nəqliyyat vasitəsinin iştirakı ilə ciddi yol nəqliyyat hadisəsi baş verib. Əldə olunan məlumata əsasən hadisə Ələsgər Qayıbov küçəsində baş verib. Həmin avtomobil yüksək sürətlə hərəkət edərək Heydər Əliyev prospektinin kənar yolundakı beton maneəni aşaraq prospektin əsas zolağına daxil olub. Xəbərin ünvanı xəbər verir ki, Qafqazinfonun yaydığı məlumatda qeyd edilir ki, avtomobilin sükanında olan şəxsin ayağında elektron izləmə qolbağı olub. Onun azadlığı Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə, yəni dələduzluq üzrə məhkəmə qərarı ilə məhdudlaşdırılmışdı. İlkin araşdırmalara görə sürücü sözü gedən avtomobili öz adına yox, başqa bir vətəndaşın adı ilə qeydiyyatdan keçirərək idarə edib. Qəzanın dəqiq səbəbləri ilə bağlı hazırda araşdırma aparılır. Xatırladaq ki, hadisə Bakının Nizami rayonu Heydər Əliyev prospekti ilə Ələsgər Qayıbov küçəsinin kəsişməsində qeydə alınıb. Sürətlə hərəkət edən Bəyəyə markalı avtomobil kənar yoldan çıxaraq tunel istiqamətinə daxil olub və Ford markalı nəqliyyat vasitəsinin üzərinə düşərək digər istiqamətə keçib.